Salam, Rapsodi Mebel evinin sponsorluğu ilə qonaqlıq efirdədir. Bu dəfə qonaqlıq bədii qiraətçi Hacı Məmməd Hüseynovun evində baş tutacaq. Qonaqlıqda nələr baş verəcək? Bax, bunlardan xəbərdar olmaq istəyirsinizsə, sona qədər bizi izləyin. Getdik. Biz gəldik, çatdıq Hacı Məmməd Hüseynovun qapısının qarşısında. Qapını döyək, görək qonaqlığa hazırdır ya yox. Salam. Salam. Necəsiz? Hoş gəlmişsiniz. Çox sağ olun. Qonaqlığa hazırsınız Hacı? Hazırıq. Hoş gəlmişsiniz. Qonaq Allah qonağıdır. Çox sağ olun. Hoş gəlmişsiniz. Teşekkür ederim. Yəni elə təbiətən, atadan, babadan qonaq sevənir. Çox hoş gəlmişsiniz. Mehriban düşmənlər kimi girdik oyuna. Nə bilim, neynəyəcəm elə sənin aşığına. Nə bilim, o şit hərəkətlər elə qabaq-qabağa durub değişmə məsələsini bir qədər ağır eləyir. Yaxşı insanlığa görəndə adamın qəlbi fərəhlənir. Adam var, qızıldan dirəyi olur, amma nə insafı, nə mürüvvəti var. Biz qaynana gəlin deyilik, biz ana balayıq. Sonradan gördüm ki, yaxşı şeydir. Yaxşı, evlənmə yaxşı şeydir. Hayır, başa layıq, baş başa düşməz. Yaşlı gözlərindən sızdıran qurbanım olum Allah'ım. Necəsə Hacı? Çox sağ olun. Qonaqlığa hazırsınız? Çox Siz gəlir bu evə qonaq? Əlbəttə, sənin dostlarım var. Elə biz qardaşlar, qohumlar, əqrabalar tez-tez məni ziyarət edir. Mən qonaq xoşdan alım. Dədəmiz, babamız qonağı sevib, isti ocağına qonağım deyib. Yorğana, döşəyə qumaş çəkdirib, rahat otağına qonağım deyib. Əmliyi, erkəyi, qoçu bəsləyib, hər zaman evinə qonaq səsləyib, Allah qonağı tək xətrin istəyib, fərəhli sağına qonağım deyib. Yəni, qonağa Allah qonağı deyirlər ona görə ki, Allah Teala Süleyman Peyğəmbərə hər şey verdi, minnət qoymadı. Bir minnət qoydu, dedi, gələn qonağı mənim adıma qəbul elə. Ona görə deyirlər, qonaq Allah qonağıdır. Neçə mərtəbəli evdir? 3 mərtəbə. Neçə nəfər yaşayırsınız? Yəni, köy övladınız var. Üzr istəyirəm, padvalla üstə, ha. Amma belə 2 mərtəbə. Elə belə 2 mərtəbədir. Neçə övladınız var? 2 oğlum var. Hamı burada yaşayır? Bir ailədə. Yəni külfətsiz. Bəli. Ailə üzvlərinizlə tanış olacağıq bugün. Buyurun. Onda keçək içəri görək Hacı qonaqla necə hazırlaşır. Hacı, bir də xoş gördük. Xoş gəlmişsiniz. Biz də xoş gəlmişik. Xoş gördük. Geniş bir eviniz var. Neçə otaqdan ibarətdir eviniz? Bax, burada sağda kuxnudur, keçirik zaldır. Otaqlar 2-ci mərtəbədədir. 4 Burada otaq. keçək içəri. Qonaq otağınız yəqin ki buradadır. Qonaq otağına keçək. Bura bizim qonaq otağımız. Lap yaxşı. Mən bilirəm ki, siz artıq qarşılanmadan bildim ki, qonaqlara xüsusi bir sevginiz, istəyiniz, hörmətiniz var. Mən istəyirəm ki, balaca tamaşaçıları evinizlə də tanış eləyək. Kim bu evlərin dekorasiyası ilə məşğul olub? Tutaq ki, rəng seçimidir, evin döşənməsidir, qurulmasıdır. Bunlarla daha çox kimin zövqünə köklənib? Bunun formasının tikilişinin, o ideyasını verən özümə. Ancaq evdə bu aboylardır, müəyyən işlərdir. Dekorativ işlər sizdik. Ancaq xanımın. Dekorativ işlər Onun xanımız. bəyəndiyi olsun ki, bir ömürdə, bir ailədə yaşayırıq, onun kön rahatlıq olsun. Ona görə də mən o ixtiyar vermişəm onu. Amma yerdə qalan o tikilmədir, nə qədərdir, hansı formada, necə tikilməlidir. Təbii ki, onun zövqünə uyğun olmasını nəzərə alaraq, zövqünü bildiyimdən elə təqribən belə bir bina tikmişik, ev tikmişik.
çoxları sizi məsələ Space kanalında yayımlanan yarışmalardan birindən daha çox tanıyırlar. Tamadaların yarışı oldu və orada siz iştirak eləmişdiniz. Bəli, 2009-cu ildə 16 nəfər professional məclis aparıcı tamadaların müsabiqəsi keçirildi. Biz bir ailənin üzvü kimi, necə deyirlər, o vaxt mən də müsabiqəmdə demişdim, mehriban düşmənlər kimi girdik oyuna. Elə mehriban dost olaraq da həmin müsabiqədən çıxdıq. Bugün də bir yerdəyik, bugün də dostluğumuz davam edir. Bu yaxınlarda mənim oğlumun toyu oldu. Bir ailənin üzvü kimi, çox sağ olun, təşəkkür ederim. Bir ailənin üzvü kimi bütün tamada dostlarım, hətta toyu olanlar belə toyunun tarixini dəyişdi. Mənim balamın toyunda iştirak etmək üçün iştirak elədilər. Sir deyəcəm, neçənci yerdə oldunuz bu müsabiqədə? Allah hamının balasını xoşbəxt eləsin, sizinki də onların içində. Elə oldu ki, birinci yer mənə qismət oldu Allahın izni ilə. Bəs niyə bu qədər təvəzzükarlıqla deyirsiniz? Adətən belə deyim də, birinci yerin sahibi olanlar istənilən yarışda belə gür görürlər ki, mən birinci yeri almışam, amma siz desək belə mehriban getdi, mehriban gəldi, amma qeyd eləmədiniz ki, qalibsizsiniz. Ümumiyyətlə, mən qüruru xoşlamıram. Onların hamısı böyük sənətkarlardır. Yenə də sənətlərinə də böyük hörmətim var, özlərinə də böyük hörmətim var. Bu sənət belədir ki, hər kəs öz zövqünə və ürəyinə görə həyatda necə adamdırsa, sənəti də olur. Hacı, mən belə başa düşdüm ki, o qədər Allaha, dinə, ümumiyyətlə imana bağlı bir insansınız ki, şükür eləməyi bacarırsınız. Adətən show biznesdə şükür eləməyi bacarmırlar. Xüsusilə də sizin sahədə, elə deyilmi? Pul çox qazanmaq önəmlidir, yoxsa şükür eləməyi bacarmaq? Şükür. Şükür eləmək. Mən ümumiyyətlə şükürlü insanam. Şükür etməliyik uca göylərə. Gəzə biliriksə, ona da şükür. Bir gül qönçəsini qoxlamaq üçün üzə biliriksə, ona da şükür. Nə qədər arzular qoymuşuq demə, ürəyin sirləri gəlməz qələmə, qəfil qüssələrə, kədərə, qəmə dözə biliriksə, ona da şükür. Möcüzə deyilmi Allahın işi, yerə nur çiliyir göyün atəşi, açılan səhəri, doğan günəşi təzə biliriksə, ona da şükür. Yeri gəlmişkən, hörmətli tamaşaçılar, Hacının ailəsi xüsusilə də xanımına təşəkkür edirik ki, bu cür gözəl bir masa hazırlayıb və məxsusi olaraq qonaqlıq heyəti üçün, qonaqlıq komandası üçün, Space kanalı üçün gözəl bir tort hazırlanıb, məxsusi bir tortdur. Üstündə də yazılıb qonaqlıq Space kanalı. Buna görə sizə təşəkkürlərimizi bildiririk ki, bu cür diqqət yetirirsiniz. Sağ olun. Qonaq evin əzizidir, qonaq evin gülüdür. Ulu Peyğəmbərimiz deyib ki, qonaq gəlməyən evə mələklər daxil olmaz. Hacı, indi mətbəxə keçək. Buyurun. Bu bizim mətbəx. Hacı, bu mətbəxlə aranız necədir? Düzdür, həcə adamlar adətən sevmirlər mətbəxdə olmaq, amma yenə də. Vallahi yeməyə yaxşıyam, amma biş-düşdə əlim yoxdur. Bacarmırsınız. Heç tələbəlik vaxtınız olubmu? Bu əskərlik dövründə heç nəsə pişirmisiniz, düşürmüsünüz? Xanım evdə olmaya bilər. Tələbəliklə də vidalaşmışam o biş-düşdə. O gündən bu günə Allah hamının balasını salamat eləsin. Bir evdə 3 kişi, 2 oğlum var, bir də mən. O xanımın əli dəyməsə biz üçümüz də az qalırdıq orada. Yəni özünüz heç nə bacarmırsınız. Bəs bu bazar, dükan, alış-veriş bunlarla bazarlığı kim edir evdə? O yazır, verir siyahını mən alıb gətirirəm. Onda bazarlıq sizin payıza düşür. Bazarlığı mən edirəm, amma o alanda nə zülmlə alıram. Hər şey alanda gərək zəng eləyəm. Bir də soruşur. Bir də dəqiqləşdirəm. Bəzən o dediyi olmur belə. Amma yenə deyirəm, o biş-düş xanımlıqdır.
qalxaq yuxarı, həm tamaşaçıları yuxarıdakı otaqlarınızla da tanış eləyək, həm də sizin o kitabxana ilə tanış olmaq istəyirəm, çünki bilirəm ki, kitabxananız var. Gedək tanış olaq. Hacı maşallah, böyük eviniz var. Maşallah gününüz olsun. 3 otaq burada var, ya 4? 4 otaq. Xahiş edirəm də yataq otaqlarına toxunmuyor. Mən hörmətlə yanaşıram. O məşhur kitabxana buradadır. Hoş geldiniz. Çox sağ ol. Gözəl. Bir evdə kitab görmək çox xoşdur. Əslində hər bir evdə kitab olmalıdır. Və mənə elə gəlir ki, kitabdan gözəl hədiyyə olmur, kitabdan gözəl qiymətli əşya olmur. Ümumiyyətlə, nə verib kitab sizə? Bax, bu qədər kitabımız var. Tarix xanım, Cəlaləddin Rumi Mövlana Həzrətlərinə sual verirlər ki, bu qədər yazıb oxuyursan, nə bilirsən? Deyir, həddimi bilirəm. Yəni, həddi bilmək çox gözəl şeydir. Hər şeydə bir hədd var. Həddi keçəndə ən gözəl şey ən xoşa gəlməz olur. Yəni, bu kitabları oxuyub öyrəndən sonra bir insan kimi formalaşırsan. Nə danışırsan, necə danışırsan, o necə danışmaq özündən asılıdır, amma nə danışdığını, o mənbədir bir. Və bu dünyada əgər bir yaxşı keyfiyyət qazanmışıqsa, hamımız bu kitablara boşdur. Bilirəm ki, siz hər toya da getmirsiniz, belə işitmişəm. Seçim eləyirsiniz. Hansı məclisə olar, bayaq hədd danışdınız. Hər yerin öz sözü var, hər məclisin öz adamı var. Siz də hər məclisə gedən, belə deyim də, qiraətçi deyilsiniz, tamada deyilsiniz. Təbii ki, seçim eləyirəm. Yəni, mənə sərf eləyən, ona sərf eləyən bir ortaq məxrəcə gəlib. Mənəvi və maddi seçimdən söhbət. Bəli, birinci mən maddidən çox mənəvini düşünürəm. Çünki mən getdiyim məclisdə əgər məni arzulayan, onun getdiyim sözün alıcıları varsa, daha çox. Hacı, bir sual verəcəm sizə. Biz nə qədər desək də ki, indi biraz ağrıyanalıq falan öz yerində, amma bu məclislər elədir ki, burada istənilən insan olur da, tanınmışı da olur, sadə fəhləsi də olur, həkimi də olur, amma toy elə bir yerdir ki, amma maşallah yeyən, içən yerdir. Bir də ki, tanınmışlar çox olurlar. Müğənnilərlə münasibətiniz necədir? Məsələn, elə müğənni var ki, məsələn, o müğənni ilə bir məclisdə olmaq istəmirsiniz, arzulamırsınız. Var deyirlər. Yox, toy bax, indi bir hiss eləyirəm ki, ağrıyana insansınız, amma show biznesdə hamı ağrıyana deyil, maşallah. Özünüz bilirsiniz də. Aydınız. Mən elə bir müğənni yoxdur ki, mənlə onun arasında inciklik olsun. Hörmətli tamaşaçılar, mən istəyirəm ki, ailə üzvləri ilə sizə tanış edeyim. Çox nadir hallarda olur ki, qonaqlıqda ailənin bütün üzvləri bu qədər mehriban, rahat oturub söhbət edirlər bizi ilə. Hacı, bəlkə siz özünüz təqdim eləyəsiniz ailə üzvlərinizi. Daha bildiyim qədər atanızdır. Bax, elə sizdən başlayaq. Atam Dayandır kişi, böyük övladı mənəm. Ondan sonra bacım Aydədir, başda əyləşir. Sonra ortancıl qardaşım Mahir, mühəndisdir. Son 5 qardaşım məzahir həkimdir. O da atamdan üzr istəyirəm, əllərdən öpürəm. Uşaqların anası Sebil xanım. Laf gözəl. Sizlə yanaşı, mən istəyirəm ki, hörmətli tamaşaçılar, məzahir həkimi doktoru mən xüsusi şəkildə bir təqdim edeyim. Çünki show biznesdə tanınmışlar arasında məzahir müəlliminin adı tez-tez hallanır. Gözəl cərrahdır. Burnunuzu, üzünüzü, gözünüzü düzəltmək istəyirsinizsə, qəşənləşmək istəyirsinizsə, məzahir doktora müraciət edin. Yeri gəlmişkən yaxın müddətdə mən də ona müraciət edəcəm. Mən istəyirəm ki, anonsu verdim. Mən istəyirəm ki, elə evin ağsaqqalı ilə əvvəlcə söhbətimi davam edeyim. Məhəmməd
götürəndə hər vaxt mənim sevincim olubdu. Yəni heç vaxt sizə problem yaradan övladı oldu? Heç vaxt bir Məhəmməd yox, ümumiyyətlə ailəmizdə yəni bir-birimizə qarşı acı qaşqabağımız olmuşdu. Sevinclə yaşamışıq. Bu qədər belə mehriban Həmişə sevinclə olmuşuq. Mənim də dediyim onlara qanun olubdu. O qanunu da özlərində saxlayıblar. O sevinci də özləri qardaşlar arasında bölüşdü. Onların da sevinci məndədir. Hacı qardaş kimi bəlkə də deyərəm, misli olmayan qardaşdır. Məsəl üçün, belə deyək də, bir qardaş kimi deyirəm. Bax, doktorun da, mənim də, həyatda bugünkü gündə bizim o yediyimiz çörəyə qədər, tutduğumuz mövqeyə qədər, həyatda nəyimiz varsa biz hacıya minnətdarıq. Yəni, böyük qardaş kimi sizə yol göstərən oldu? Bizim əlimizdən tutub, otuzdurub kitabı oxudan olub ki, gələcək həyat bundan asıldır. Mən istəyirəm ki, Həcədən siz də danışasınız. Xanımlara sual verəcəm, amma xanımlarla bir balaca qeybət eləyəcəm. Valla, Hacı haqqında mən nə qədər danışsam azdır və ona nə sizin efir vaxtı çatmaz, nə də sözümüz bitməz. Elə onu demək istəyərdim ki, Hacı mənim böyük qardaşımdır, bizim ailədə yəni böyük qardaşımızdır və mənim ilk müəllimlərimdən olub. Yəni mənə dərs deyən müəllimlərimdən olub. Əsl müəlliminiz? Bəli, mənim müəllimim olubdu və mənim mənəviyyat müəllimim olubdu. Həyatda mənə hər şeyi demək olar ki, ondan görmüşəm, ondan öyrənmişəm. Və bugün də həkim kimi formalaşmamda, həkim kimi o ixtisası seçməmdə belə vəsilə olan odur. Yəni mənə o həkimliyin nə olduğunu, necə bir sənət olduğunu, necə bir məsuliyyətli sənət olduğunu o mənə aşılayıbdı, sevdiribdi və onun üçün ömrümün axırına kimi ona minnətdaram, borcluyam. Peki sizlə söhbətimizə davam edəndə qardaşdan danışaq. Bacının sözü başqa olur, fərqli olur. Necə qardaş? Xoş gəlmişsiniz əvvəla Space kanalına minnətdarlığımızı bildiririk. Təşəkkür edirəm. Mənim qardaşımı çəkdiyinizə görə çox sağ olun. Həmişə belə xeyir işlərdə olasınız, qonaqlıqlarda olasınız. Mənim qardaşım qardaş kimi bir qardaşdır. Həqiqətən mənim qardaş deyəndə mənim ağzımda dilim titrəyir, ürəyim əsir. Mən qardaşım gilə gedirəm deyəndə mən zəng eləmirəm, özüm gəlirəm. O qədər rahat. O qədər rahatam, o qədər ürəyim istəyir, ürəyim təpir ki, mən gedim qardaşım gilə və gələndə elə bilirəm mən bir ziyarətə gəlmişim. O dərəcədə mənim qardaşım mənim üçün əzizdir, gözəldir. Elə bilirəm bir imtahan verirəm onun qarşısında. O dərəcədə mən gələndə ondan həya eləyirəm. Xanım həyat yoldaşıdır, Hacı Məhəmməd müəllimin. Mən istəyirəm ki, o qədər utanaraq, o qədər özündən böyüklər var deyə hiss edirəm ki, biraz daha həyəcanla oturub, amma danışacaqsınız bugün. Təşəkkür edirəm ki, bugün bizim evdəsiz, bizim ocaqdasınız. Bunun üçün doğrudan da təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Space kanalına, qonaqlıq verilişinin bütün heyətinə təşəkkür edirəm. Sonra da Hacı haqqında nə deyim? Əvvəla dədəmiz buradadır, ondan üzr istəyirəm danışdığıma görə. Mən həyatda həqiqətən də özümə sual verəndə ki, bu həyatda sən nə qazanmısan? Və çox-çox Allahıma şükür eləyirəm ki, o qədər böyük bir şey qazanmışam ki, mən onun qarşılığında son nəfəsimə qədər Allaha təşəkkür eləsəm yenə azdır. Və həmişə də Allahla insanın bir gizli baş-başa təması olur. O təmasda mən həmişə Hacı ilə bərabər olduğum üçün, Hacı ilə bir olduğum üçün hər zaman Allahıma təşəkkür eləmişim. Çünki Hacı çox gözəl ailə başçısıdır, çox gözəl həyat yoldaşıdır. Mən həyat yoldaşı deyib, onun yanında bir də dost deyim. Hacı çox gözəl dost. Hər adam bacarmır həyat yoldaşı ilə dost olmağı. Hacı çox gözəl dostdur. Həqiqətən dostdur. Bu sözün gəlişi gözəl olsun deyə yox, həqiqətən dostdur. Hacı çox hökümlü insandır. Hacının öz qanunları var. Ailə daxilində qanunları var. Ata kimi qanunları var. Qardaş kimi qanunları var. Bacının qardaşı kimi bacı haqqında qanunları var. Və biz ailə olaraq, bir ağacın budaqları olaraq biz o qanunları həmişə hörmət eləmişik, hörmətlə yanaşmışıq. Mənim evlatlarım, çox-çox üzr istəyirəm yenə böyüklərdən, o qanundan deyərəm ki, böyük oğlumun 26 yaşı var, balacanın 23 yaşı var. O qanundan bir addım kənara çıxmayıblar. Və bu hökmün qarşısında deyirsiniz, bu cür hökmlü olan insan nə cür elə ola bilər ki, həmi dost olar. Çünki onun o duyğusallığından irəli gəlir, onun o dostluğu, onun balaları ilə, ailəsi ilə
doğmaları ilə dostluğu. Çünki çox duyğu. Məhəmməd müəllim, artıq masa ətrafında qonaqlarınız gəldilər, oturdular. Mən istəyirəm ki, elə qonaqlarınızla özünüz bizi də tamaşaçıları da tanış eləyəsiniz, sonra söhbətimizə davam edək. Birinci, bizi dinləyən hər kəsi salamlayıram. Çox xoş gəlmisiniz, hamılıqla. Mənim qonağım şəxsiyyətinə, sənətinə böyük hörmətim olan Respublikanın xalq artisti Kön xanım Xasiyevadır. Saz sənətində öz dəst xətti ilə sevilən, seçilən Zülfiyə xanım, Aşıq Zülfiyə, oğlu Babəklə məclisimizdədir. Və mənim ailəvi dostum, xətrini çox istədiyim, elə Bakı şəhərinə gələndən bu günə qədər həmişə toylarda bir yerdə olduğum, sevincimi bölüşdüyüm, kədərimi bölüşdüyüm dostum, qardaşım, populyar müğənni Qanun Yusuf. Lap yaxşı, xoş gördük. Kön xanım, mən sizi salamlayıram, Zülfiyə xanım. Hər bir qonağımızı salamlayıram. Sizinlə qonaqlıqda olmuşuq. Sizin evinizin qonağı da olmuşuq. Amma Kön xanım Xasiyeva ilk dəfədir ki, qonaqlıqda iştirak edir. Mən istəyirəm elə söhbətə, əgər icazə versiniz, birinci elə ondan başlayayım. Kön Xasiyeva qonaqlıqdadır. Xoş gördük. Çox sağ olun. Əvvəla mən ilk öncə bilirsiniz ki, dekabr ayında bu 2014-cü ilin sonunda mənim üçün iki böyük nailiyyətlə mən ili yola saldım. Ayın 16-sı, 17-si mənim beynəlxalq muğam mərkəzində Axtararsız adlı konsertim oldu. Anşlaqla keçdi 2 gün və ayın 18-də bizim ölkə başçımız, çox hörmətli prezidentimiz cənab İlham Əliyev məni xalq artisti fəxri adı ilə təltif etdi və mən buna görə bizim çox hörmətli prezidentimizə, cənab İlham Əliyevə, onun ailəsinə böyük təşəkkürlərimizi bildirirəm. Ailəmizin adından, xalqımızın adından. Və qonaqlıq verilişinə gəlincə mənim ən çox sevdiyim verilişlərdən biridir. İzləyirəm, bəli. Məhəmməd müəllimlə biz tanışlığımız, yəni sənətdə sözsüz ki, biz tanış olmuşuq, uzun illərə söykənib, dəfələrlə el məclislərində, el şənliklərində bir yerdə olmuşuq. Mən bu insandan həmişə sənətkarlara qarşı, ümumiyyətlə mən özümü deməyim, ümumiyyətlə sənətkarlara qarşı həmişə qayğı, diqqət, necə deyim, mehribanlıq, çox yüksək səviyyədə, özdə hacıdır, o müqəddəs yerlərə ayağı dəyib gələn bir gözəl bir hacımızdır və ləyaqətli bir şəxsiyyət kimi tanımışam və çox sağ olsun məni bugün öz evinə, öz ocağına, öz süfrəsinin başına dəvət eləyib, layiq bilib. Mən də böyük məmnuniyyətlə sevə-sevə gəlmişəm. Space kanalının da rəhbərliyinə təşəkkür edirəm, sizə də təşəkkür edirəm. Belə gözəl veriliş üçün və o gün olsun ki, bizim də evə gələsiz inşallah. Böyük məmnuniyyətlə, hörmətli tamaşaçılar, sözü tutdum. İsti-isti, əlimə düşmüsünüz. Sənətkarlarımızın da hər birində burada gözəl balalarımız əyləşib. Zülfiyə xanım gözəl balası ilə. Bütün qonaqları salamlayıram Kön xanım. Qonaqlıq sizdə olacaq ya yox? Bax, tamaşaçılar məndən bu dəqiqə sualı gözləyir. Yox, niyə olmur ki? Elə Məhəmməd müəllim haqqında söylədiyim bütün fikirləri də qanun haqqında deyə bilərəm. Qanun da oradan gənc olmasına baxmayaraq son vaxtlar ən çox müğənnilərin dinlədiyi bir, sevdiyi bir ifaçıdır. Həcə müəllimlə neçə ildir dostluğunuz davam edir? Mən valla sənətə gəldiyim ilk günlərdən elə hacını tanıyıram. Sevgilimə könül açdım, sevgilimə könül açdım.
qaçdım Əridi bir ildən məni Əridi bir ildən Dərdəlindən mən qaçdım Dərdəlindən mən qaçdım O axtardı zildən məni O axtardı zildən Qorxuyamadı yar əhdi dağlar Bola şana şana Özü eşkə yana Rüsvaya etdi elləri Rüsvaya etdi elləri Bilirəm gələn deyilsən Gözləyirəm yenə səni Bilirəm gələn deyilsən Gözləyirəm yenə səni Özgənin olsan da ya Tanrım Çox görməsin mənə səni Küsmərəm gəldin gəlmədin Sən getdin mən ki ölmədim Hey Hey Getirə bilmədim sevgi adlı dinə səni Yollarına sərilim kaş Yollarına sərilim kaş Divarına hörlüm kaş Yüz yol ölüm dirilim kaş Yüz yol ölüm dirilim kaş Sevim döne döne sen ölürüm 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 Sağ ol. Niye yanar o ocaq? Yanır, külü qalacaq. Bilmirəm nə olacaq qalanın xatirə. Qar yağır narın narın, üzü gülür dağların. O düşən yarpaqların solanı xatirədir. Niyə düşdük yola biz? Dəli olub bu dəniz. Bir adadır sevgimiz, hər yanı xatirədir. Gəlib keçdi nə zaman, doğrudur yoxsa yalan, sevginin ömrü bir an, qalanı xatirədir, qalanı xatirədir. Hara yazıyım dərdimi hara yazıyım Aşıqam hara yazıyım dərdimi hara yazıyım Ömrümdə sevgi payı Ömrümdə sevgi payı Alnımda qara yazım ama
Necəsən ay Zülfiyə? Çox sağ olun. tamam. Gəlinlə yola gedirsən? Əlbəttə. Əvvəl o sualı verim, sonra keçərəm ev yiyəsi ilə bağlı suallara. Hörmətli tamaşaçılar, bilirsiniz ki, qonaqlıq evə gedəndə ilk qonaqlarımdan biri olub. Zülfiyə ha eləyirdi, babəyi yola gətirə bilmirdi ki, istədiyi qız onun üçün alsın, özünə gəlin eləsin. Axır ki, ana deyən oldu. İndi Yox, elə bala deyən oldu. elə bala deyən oldu. Vallahi elə bala deyən. Çünki ana sadəcə məsləhət görmüşdü. Bala da baxdı, bəyəndi, doğrudan da gördü ki, elə əsl məsləhətdir, ev qadını. Elə ana deyəndir. Ev xanımıdır, bəli, bəli. Necə gəlin qaynana yola gedirsiniz yoxsa? Elə gözəl. Elə biz qaynana gəlin deyil, biz ana bala. Neçə ildir dostluq eləyirsiniz Məhəmməd müəllimlə? Biz Məhəmməd müəllimlə toy məclislərində görüşmüşük, amma yəqin ki, mən deyərdim ki, elə dostluğumuz bu gündən təməli qurulacaq inşallah. Sənətdə çoxdan tanışıq, amma evində birinci dəfə də oluram. Çox dəyərli bir insanın, dəyərli bir qardaşımızın evinin qonağıyıq. Allahdan arzu edirik ki, bu evə həmişə xeyir işlərə gələk. Balalarının, nəvələrinin xeyrini görsün Hacı qardaşımız. Biz də deyə gülə həmişə o qapıdan girəndə deyə gülə girək ki, qardaşımızın balasının xeyir işidir. Adətən getdiyim evlərdə soruşuram ki, məsələn, ev yiyəsinin mənfi müsbət xüsusiyyətləri. Soruşmuram nəyə görə? Həcidir, hamı tərifləyir, nə deyim, nə soruşum. Doğrudan da mənə elə gəlir ki, ayağı o müqəddəs torpaqlara dəyən insanın heç vaxt mənfi hərəkəti olmamalıdır. Yəqin ki, bizim Hacı qardaşımız da belədir. Anam səni vermədi, heç mənə göstərmədi. Axtarır gözüm səni, göstər üzünü aynadan, aynadan güzel aynadan, baldadan güzel baldadan, aynadan güzel aynadan, baldadan güzel baldadan. Borçalı dağlarında, o gözəl şəhərlərində, mənim gözüm qalımdır. Yarın dodaqlarında, aynadan gözəl aynadan, baldadan gözəl baldadan. Xoş gördük ay bəy. Xoş gününüz. Necəsən? Sağ olun, yaxşıyam. Təbrik edirəm. Sağ olun Allah. Necə gedir işlər? Yaxşıdır şükür. Bizə yaxşı baxırlar. Şükür yaxşıdır hər şey. Sağ olun. Sən deyən oldu, yoxsa mama deyən oldu? Valla açığını deyim, yəni böyüklər məsləhət bildi. Biz də yerinə yetirdik. Əslində Allah deyən oldu. Allah deyən oldu. Allahın qisməti. Yadıma düşür, sənə sual verdim ki, mama deyən qızı alacaqsan, yoxsa tutun yox. Həmin ərəfədə Sadəcə evlənmək istəmirdim. biraz qaçırdım bəzi məsələlərə görə. Məsuliyyətdən qaçırdın. Hə, amma sonradan gördüm ki, yaxşı şeydir. Yaxşı, evlənmək yaxşı. İndi qulaq as. Əvvəlki kimi mama əvvəl yeməyi qoyurdu qabağa, içməyi qoyurdu. İndi yoldaşın qoyur da, yəqin qulluğu. Fərq var. Fərq var. Təşəkkürümü bildirəm, var olasınız. Öyünüb demək ki, dünya mənimdir. Səma Allahındır, yer Allahındır. 5 qarış torpaqdır payım, qismətim. Bu külli kainat bir Allahındır. Verdiyi fərmandan qaça bilməzsən, qoyduğu sərhəddi keçə bilməzsən, mində bir hikmətin aça bilməzsən, hikmət Allahındır, sir Allahındır. O şərin şeytanın yolun bağladar, zülmükarın sinəsini dağladar, bir gözü güldürər, birin ağladar, xeyir Allahındır, şər Allahındır. Gileyli demirəm mərdə güvənmə, dərd ömür kəsəndir, dərdə güvənmə. Oyuncu olsan da nərdə güvənmə. Nərd sənin olsa da zər Allahındır. Nərd sənin olsa da zər Allahındır. Sər-səhər bağa girdim, sər-səhər bağa girdim. Nə bal bildilər, nə bal bal, nə bal bildilər, nə bal bal, nə bal bildilər, nə bal bal. Nə uzadım bir
Məhəmməd müəllim, bu qonaqlıq üçün çox sağ olun. Bu cür gözəl sənətkarları evinizə dəvət elədiniz. Bizə belə gözəl bir qonaqlıq verdiyiniz üçün sizə təşəkkürlərimizi bildiririk. İstəyirəm ki, siz də qonaqlarınızla sağollaşın, fikirlərinizi bildirin sonda həm tamaşaçılara, həm də bizə. Mən bir ev sahibi kimi Space kanalının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Xamis Xanlaroğlu, sizə təşəkkürümü bildirirəm. Gözəl rejissorumuz. Tahir xanım, minnətdaram sizə. Xalq artisti Kön xanım Xasiyeva, sizə təşəkkürümü bildirirəm. Aşıq Zülfiyə Babək, sizə təşəkkürümü bildirirəm. Dostum, qardaşım Qanun Yusufov, sizə minnətdaram. Əziz musiqisi qardaşlarım, hər birinizə ayrı-ayrı təşəkkür edirəm. Və bizi dinləyən tamaşaçılara deyirəm ki, Azərbaycan alimi, dünya şöhrətli Lütfüzadə deyir ki, əgər mənim əlimdə yeganə silah çəkişdirsə, dünya mismar görsənir. Əgər əlimdə yeganə silah qələmdirsə, hər yan mənə yazmaq üçün varaq görsənir. Əgər mənim əlimdə odlu silah varsa, hər yan nişangah, hədəf görsənir. Mənim əlimdə həmişə mikrofon olur. Mən həmişə dinləyici, tələbkar dinləyici qarşısında özümü hiss eləmişəm. Əgər bu məclisdən, bu qonaqlıqdan nə işə verə bildiksə, nə xoşalımız. Məmməd İlqar yazır ki, qan qana düşəndi, ürək ürəyə. 100 təbib yığılsa, baş başa düşməz. Baş var başa çıxıb baş bilən olub, hayıb başa layiq baş başa düşməz. Dərdə tərəzidir çəkən ürək var, var olsun hər dərdi çəkən ürək var. Başın bəlasını çəkən ürək var, başa nə gələcək, baş başa düşməz. Məmməd, haqqı çağır çatda da sən də, bu haqqın yolunda çatda da, sın da, 7 başın ola çatdadasan da, arzun niyyətinlə baş-başa düşməz. Mən arzu edirəm, hər kəsin arzusu niyyəti ilə baş-başa düşsün. Və həmişə eviniz uğurlu, bərəkətli olsun, eviniz qonaqlı olsun. Sağ olun. Sağollaşmamışdan öncə isə təşəkkürlərim var. Geyimimə görə hər zaman kimi Leydi Şarım qadın dünyasına minnətdarım. Bugünkü gözəlliyimə görə isə Banu Servizə, Göyçək Fatimiyə, saçlarıma görə Röyaya, stilist Röyaya öpücüklər göndərirəm. Vizajıma görə isə Günaya təşəkkürlərimi bildirirəm. Bundan əlavə Milli.az xəbər portalına da informasiya dəstəyinə görə təşəkkürlərimizi bildiririk. Bizim özümüzün də qonaqlıq Tahirə Məmməd qızı Facebook səhifəmiz var. Facebook səhifəmizə də fikirlərinizi, iradlarınızı, təkliflərinizi göndərə bilərsiniz. Əmin olun ki, bütün fikirlərinizi dəyərləndirməyə çalışacağıq. Bu həftəlik də qonaqlıq beləcə bitir. Gələn həftə eyni saatda, eyni məkanda, amma başqa bir tanınmışın evində qonaq olmaq ümidi ilə sizdən ayrılıram. Hələlik. Tahirə xanım, dünyaya övlad getirmək hələ at olmaq demək deyil. Çoxalma qabiliyyətini Allah bütün xəlq elədiyinə verir. Amma gərək övlad üçün atalıq haqqı ola. Cabir Novruz yazır ki, xoş gəldiniz bu dünyaya balalarım. Sevinçlərim, əzablarım, bəlalarım. Siz gəldiniz, bilirsiniz, nə inədiniz. Oğul edim, məni ata elədiniz. Qəşəklərim, gözəllərim, göy çiçəklərim, fərman verib anama da nənə adı bəxş eləyən dəcəllərim. Aşıb daşdı evimizdə gülüşünüz, bilirsiniz nələr etdi gəlişiniz. Gəlişiniz bir xətt çəkdi dişliyimə, gəlişiniz nöqtə qoydu gəncliyimə. Siz gəldiniz, öz-özümü unutdum mən. Siz gəldiniz, mən sözünü unutdum mən. Hara getsəm, indi sizi düşünürəm. Hələ qısa, hələ xırda ömrünüzü düşünürəm. Hara getsəm, sizin üçün dən yığıram. Nə dən yığsam, üçünüzə tən yığıram. Deyirəm ki, bu müşfiqin, bu vüqarın, bu mirzənin, bircə kərə demirəm ki, bu da mənim. Anam deyir, heç özünə baxmırsan oğul, tamam, vallah sənə özüm paltar alasıyam. Nə eləsin axı anam? Onlar mənim balamdırsa, mən də onun balasıyam. Sizi əziz balalarım, sətir-sətir böyüdürəm, misra-misra yaradıram. Vaxt olub ki, dediyimdən dönməmişəm sizin üçün. Vaxt olub ki, kimlərinsə qabağında dinməmişəm sizin üçün. Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm. Bu dünyaya verib sizi
sonra sakit, sonra rahat bu dünyadan gedəcəyik. Belə ömür xoşdur mənə. Əzizim balasına, dağların lalasına, əvvəl balama qurban, sonra da balasına. Allah bütün balaları atalanalısın və bütün balaları xoşbəxt eləsin. Bilirsən mi, ata kimdir əzizim? Bilirsən mi, ata kimdir əzizim? Sən onu atasız olandan soruş. Gəm çəkib, eləcə boynunu bükür. Gəm çəkib, eləcə boynunu büküb hər şeyə tam arzı qalandan sonra. Eyninə büyüyüb, nimdaş paltar geyəndə, tapdığı tikəni xəlbət yeyəndə, kimsə atasına yata deyəndə, gözləri bulut tey dolandan sorur. Əymi Yaqub oğlu bir gün ağlayan gülər, atasız böyüyen göz yaşın siləyir. Atanın yerini kim verə bilər? Atanın yerini kim verə bilər? Sən bunu öz doğma bala Bu nə yaşlı gözlərindən süzülür. Bu nə yaşlı gözlərindən süzülür. Ağlama qurbanın olum, ağlama. Ağladıqca bil ürəyim üzülür. Ağlama qurbanın olum, ağlama. Ocaq yanar, alovlanar, qor gələr. Çəkənməzsən dərd sinənə zor gələr. Qorxuram ki gözlərinə tor gələr. Ağlama qurbanın olum, ağlama. Üzümə söykənə anamın üzü, gəzək kürəyində ana əlləri. Ola bazı bəndim, ola qolbağım, dura biləyimdə ana əlləri. Yadımdadır necə süfrə açardı, gözləri gülərdi, kədər qaçardı. Min dadlı nemətin ətrin saçardı, yavan çörəyimdə ana əlləri. Mehdi xanam, dərdim pünhandır, pünhan. Nə bir alim bilər, nə də ki loğman. Təkcə ürəyimdən yapışan zaman bilər ürəyimdə ana əlləri, ana əlləri. Nəvazişdə ana əlləri var olsun. Qəlbim elə kövrəlib, qəlbim elə kövrəlib, yadıma anam düşüb. Sanki körpələşmişəm, yadıma laylam düşüb. Arxada qalan illər artırıb qiymətimi, İndi başa düşmüşəm anamın qüdrətini. Bəs anamdan yazmağa niyə çatmıyor gücüm? Yəqin ona görədir,
ana olmuşam özüm, ana olmuşam özüm. Ne için? Ne için? Çok istəyirəm mən öz anamı, bu barədə yazı yazır sinifdə hamı. Bütün sinif yazı yazır, bəs o uşağı, lap kündəki o uşağı görmürəm nədə. Niyə vurmur əllərini yağdan qarıya, kimi çatıb lap axıra kimi yarıya, qəzəbimi Qəzəbimi, hiddətimi bağıb güc bəlaya, istehsal təbəssümlə söylədim bala. Görünür ki, öz ananı çox sevdiyində, bu söhbətdən bir kənara çəkilmişsən sən. Uşaq vaxtı gözlərimə məlul mülayim, bu çıltıyla anam yoxdu dedim aşıqam badamı var, yar püstəsi badamı var. Aşıqam badamı var, püstəsi badamı var. Gel qapımı aç atam, gel qapımı aç atam, desinlər adam var aman, aman, Ay göz almadın oğlum boynuma, yetmə yola bəni
zaman